Əlimi daməni zəhradan ayırma ya Rəbb. Əlimi daməni zəhradan ayırma ya Rəbb. Dilimi söhbəti Mövladan ayırma ya Rəbb. Gəlməsə ruhi rəvanim mən ölən saətdə. Gəlməsə ruhi rəvanim mən ölən saətdə. Məni nakamı bu dünyadan ayırma ya Rəbb. Ayrı salma sevən aşiqləri öz yarindən. Ayrı salma sevən aşiqləri öz yarindən. Mənim məcnunu o Leyladan ayırma ya Rəbb. Bu məhəbbət dənizində, bu məhəbbət dənizində yaşayan bir balığam. Çıxarıb sahilə dəryadan ayırma ya Rəbb. Etmə bir qardaşı qardaşdan uzaq dünyada. Etmə bir qardaşı qardaşdan uzaq dünyada. Bir nəfəs Harunu Musadan ayırma ya Rəbb. Bülbülü etmə cüda öz gülü rə'nasından. Gülü həm bülbül şeydadan ayırma ya Rəbb. Yuxuma gəlsə əgər yar-ı qiyamət qamət. Məni ta həşr o rüyadan ayırma ya Rəbb. Başımı bir dam ayırma diz üstündən onun. Gözümü ol gözü şəhladan ayırma ya Rəbb. Bu fəna idi gəlib dərgahı və iczilə. Bu fəna idi gəlib dərgahı və iczilə. Əlimi daməni zəhradan ayırma ya Rəbb. Əlimi daməni zəhradan ayırma ya Rəbb. Bismillahirrahmanirrahim. Salam əziz dəyərli tamaşaçılarımız, xoş gördük sizi Qum Danələri verilişimizdə. Bu günlər xanım Fatimə-i Zəhra salamullah əleyhanın əza günləridir və bu günlər münasibəti ilə bütün müsəlmanlara təsliyyət deyirik, başsağlığı deyirik. Və bugünkü verilişimizin qonağı Hacı Fariz Xanmədlidir, əziz dəyərli ustadımız. Hacı, xoş gördük sizi. Çox sağ olun, mən də salamlayıram sizi. Sizin simavuzda bütün izləyicilərimizi. Allah bizi Əhl-i Beyt qapısından uzaq eləməsin Amin. inşallah. Allah bizi xanım Zəhradan ayrı salmasın. Amin inşallah. Allah razı olsun Hacı. Bugün istərdim verilişimizin mövzusunu Beytül Əhsan barəsində Nə gözəl. quraq Hacı. Çünki Beytül Əhsan demək olar ki, klassik ədəbiyyatda, mərsi ədəbiyyatında ustad şairlər, yəni klassiklərimiz bu kəlmədən çox istifadə eləyiblər. Hüzn evi, xanım Zəhra salamullah əleyhanın hüzn evi. Ki, atası Rəsulullahdan sonra xanım Zəhra əyləşib ağlayarmış, atası Rəsulullaha yad eləyərmiş. Hacı, ümumiyyətlə istərdim xanım Zəhranın evi barəsində bugün danışasınız. Nə gözəl, çox gözəl bir məsələyə toxundunuz. Xanım Zəhra salamullah əleyha barəsində müxtəlif cəhətdən bu məsələyə yanaşmaq olar. İndi düzdür, bu bizdə buyurduğunuz kimi çox böyük surətdə Beytül Əhzan kəlməsi istifadə olunub. O xanım Zəhra salamullah əleyhanın evinin bir xüsusiyyətidir. Yəni mən bir tələbə vaxtlarında araşdırma eləmişdim xanım Zəhranın evinin xüsusiyyətləri haqqında. 20-dən çox xüsusiyyət o ev üçün, özüm üçün yaddaşt eləmişdim, qeyd eləmişdim. Yəni o evin xüsusiyyətlərindən biri hüzn və qəm-qüssə evi idi. Ki o 75 gün bir rivayətə görə xanım Zəhra peyğəmbərdən sonra yaşadı və orada ağlayardı. Amma bizdə o məşhurlaşdı, yəni Beytül Əhsan deyə məşhurlaşdı. Mən istəyirəm xanım Zəhranın salamullah əleyhanın evinin xüsusiyyətləri barəsində danışanda Qurani Kərimin Nur surəsi 36-cı ayəsinə bir işarə eləyək. Oradakı Allah təbarək və təala buyurur: "Fi buyutin." O evlər ki, o ev ki, Allah bəzi evləri misal və örnək olaraq göstərir. Allah icazə verib əzinə, Allah icazə verib ki, orada o evlər yüksəlsinlər. Allah qatında o evlər yüksəlsinlər. Ən turfəə yüksəlsinlər. O evlərin yüksəlişi həm mənəvi cəhətdən ola bilər, həm maddi cəhətdən ola bilər. Allah təbarək və təala o evləri uca eləyib ki, o evlərdə Allahın zikri olunur. Allah təbarək və təala xatırlanır, Allahın zikri olunur. Və sonra buyurur ki, o evdə Allaha təsbih deyirlər.
bil-quduvvi, yəni səhərlər vəl asal, axşamlar o evdə Allah təbarək və təala yad olunur, zikr olunur. O evin xüsusiyyətlərindən danışanda təfsirçilər, təfsir alimləri buyururlar ki, bu ev ki Allah Quranda bu ayədə buyurur, bunu bir neçə mənada yozmaq olar. Məsələn, o mənalardan biri açığı ki məşhurdur, deyirlər, burada o evlər ki Allah onları ucaldıb, o ucaldılmış evlərdən məqsəd məscidlərdir. Allah məscidləri ucaldıb. Niyə? Çünki Allahın zikri o evlərdə, o məscidlərdə olunur. Məscid Allah yanında ucaldılmış bir beytdir. Ucaldılmış bir evdir. İmam Rıza əleyhissalamdan bir hədisdə də keçir, hər bir yerdə məscid bina olubsa, orada mütləq bir məzlumun qanı axıdılıb. Çox mübarək hədisdir bu. Yəni təsəvvür edin, bəzi adamlar deyirlər, mən məsciddə namaz qılım. Yox, evdə qılıram da, nə fərqi var? Yox, məscidin evlə bir hökmü var, fiqhi hökmü də ayrıdır. Evdə məsələn insan cünub halında qala bilər, amma məscidə daxil olmaq biraz sıxıntılıdır. Məsələlər budur ki, yəni məscidin fiqhi cəhətdən də hökmü fərqlidir. Mənəvi cəhətdən də Allah məscidləri ucaldıb, yüksəldib. Ona görə təfsir alimləri buyururlar ki, buradakı Allahın ucaltdığı evlərdən danışılır. O evlər hələ məscidlərdir. Allah məscidləri ucaldıb. Bəzi hədis alimləri rivayətlərə söykənərək deyirlər ki, o beytdən məqsəd orada Kəbə evidir. Allah Kəbə evini ucaldıb. İndi burada hər cəhətdən biz bunu araşdırsaq, həm rivayi, hədis, tarix, Quran bu ayəsini təfsir eləməyə çalışsaq, baxırıq, görürük ki, həm məscidlərə şamil olur, ucaldılmış ev deyəndə Allah həm məscidlərə aiddir bu məsələ, həm Allahın beytinə, Kəbə evinə aiddir, həm peyğəmbərlərin evlərinə aiddir. Çünki hədislərdə keçir, Quranın bu ayəsindən məqsəd peyğəmbərlərin evləridir. Peyğəmbərlərin də evləri vəhy nazil olunur. Vəhy nazil olunur o evlərdə. Ona görə onlar ucaldılıblar. Həmçinin deyir, övliyaların, Allah vəlilərinin də evləri belədir, Allah tərəfindən ucaldılıblar və həmçinin deyilir imamların evləri, rəhbərlərin evləri, yəni Allah tərəfindən seçilmişlərin evləri ucaldılmış evlərdir. Təsəvvür edin, nə gözəl vurğuladınız, vəhy nazil olub orada. İndi gəlin bu cəhətdən yaxınlaşaq. Hələ xanım Zəhra salamullah əleyhanın evinin xüsusiyyətlərindən biri budur ki, Darul Vəhyidir. Orada vəhy nazil olub. Quranın bəzi ayələri xanım Zəhranın evində nazil olub. O ev mübarəkə bir ev idi. Məsələn, bizim o Kisa hədisi ki, biz oxuyuruq, orada Peyğəmbər sallallahu aleyhi və səlləmə ayə nazil oldu. Əhl-i Beyt barəsində o Peyğəmbərin qızı Zəhranın evində bu ayə nazil oldu. Yəni orada vəhy nazil oldu. Yaxud məsələn İnsan, Dəhr, o Həl-Əta surəsi ki, Qurani Kərimdə məşhur surədə Əhl-i Beyt barəsində o xanım Zəhranın evində nazil olub. Bu evin bir bərəkəti var idi. Burada vəhy nazil olurdu. Yəni xanım Zəhranın evin araşdıranda əgər istəsik, təkcə o hüzn evi idi deməklə, müsibət evi idi deməklə kifayətlənmək lazım deyil. Düzdür, Füzuli də, bizim başqa klassiklərimiz də buna diqqət çəkiblər. Amma bu ən önəmli yeri deyil işin. İşin son yeridir o. Xanım Zəhra sonda orada özü üçün Beytül Əhzam düzəltdi. İşin önəmli yeri ora vilayət evi idi, ora vəhy evi idi. İmam Cavad mələklərin nazil olduğu ev idi. İmam Cavad əleyhissalam həmişə Peyğəmbəri ziyarətə gələndə gedirdi. İndi bilirsiniz də orada Peyğəmbər məscidinin yanında orada Peyğəmbər sallallahu əleyhi və səlləmin ziyarətinə gələnlərə indi icazə vermirlər, düzdür, həmən beyti orada ziyarət eləsinlər. Amma İmam Cavad zamanında zahirən bu icazəli imiş. Hədislərdə və tarixdə keçir ki, İmam Cavad əleyhissalam ora ziyarətə gələndə gedərmiş xanım Zəhranın evində 2 rükət namaz qılarmış və ibadət eləyərmiş. O beytin önəmin göstərir, xüsusiliyin göstərir. Yəni xanım Zəhranın evinin xüsusi olmağını göstərir ki, gəlib orada ibadət eləyərmiş, Allahdan istəyərmiş duaların. Allahdan nə hacəti var imiş, orada istəyərmiş. Təsəvvür edin, bu ev o qədər önəmli ev idi. Burada ayələr nazil oldu Peyğəmbərə. Burada surə Peyğəmbərə nazil oldu. Həl-Əta surəsi nazil oldu. Sizə o yerdəki Əhl-i Beytin xüsusiyyətləri danışılır. Bəli. Orada hamısı bilir, dinləyicilərin çoxu bilirlər bunu. Deyir ki, İmam Həsən və İmam Hüseyn xəstələnmişdilər. Nəzr olundu Peyğəmbərin göstərişi ilə oruc
nəzr elədilər bunlar. Bir hədisdə keçir 1 gün, bir hədisdə keçir 3 gün bunlar oruç tutdular və hər dəfə bunların qapısına yetim, miskin, zəif insanlar maddi cəhətdən gəldilər, bunlardan istədilər. Bunlar öz yeməklərini Allah yolunda ixlasla verdilər. Təsəvvür eləyin, mən burada bir məsələni vurğulamaq istəyirəm. Bizə də bu ayədə göstərilir ki, siz də nəzr eləyəndə həmişə maddi nəzr eləməyin. Bəzən görürsən biz deyirik filan işim düzəlsin, qurban kəsərəm. Yaxud məsələn ehsan verərəm. Bunlar maddi cəhətdən yaxşı işlərdir, gözəl işlərdir. Bunları da eləmək lazımdır. Amma Quran məntiqinə baxanda, məsələn Həl-Əta surəsində görürsən orada bir mənəvi nəzr var. Mənəvi nəzr var. Nəzr eləmək həmişə maddi deyil. Görürsən oruç tutaram, işim düzəlsin oruç tutaram. İşim düzəlsin müstəhəbbi namaz qılaram. İşim düzəlsin Quran oxuyaram. Hətta dərinə gedin. Bu bizim Nəhcül Bəlağıya tərcümə eləyənlərdən biri mərhum Feyzul İslam, ki böyük alim idi. Feyzul İslam xanım Zeynəb salamullah əleyha haqqında bir kitab yazıb. Xatunu Dosəra fars dilindədir kitab. İki aləmin xanımı. Xanım Zeynəb salamullah əleyha haqqında yazılıb. Niyə yazıb onu? Tarixçilər deyirlər, özü öz həyatında vurğulayır. Sağalmaz bir xəstəliyə tutulur mərhum Feyzul İslam. Nəzr eləyir. Deyir, ya Allah, Əlinin vilayətinə sənə and verirəm. Əliyə xatir, xanım Zəhraya sənə and verirəm. Xanım Zəhraya xatir, mənə şifa ver. Mən Əli və xanım Zəhranın qızı Zeynəb haqqında bir kitab yazacağam, bir əsər yazacağam. Sağalır o əsəri yazır. Bax, deməli nəzr alimin nəzri pul vermək deyil. Alimin nəzri elm yaratmaq, əsər yazmaqdır. Şairin nəzri mən nəzr eləyirəm, filan işim düzəlsin, məsələn ehsan verərəm filan. Şair nəzr eləməlidir ki, ilahi mən nəzr eləyirəm, filan işim düzəlsin. Əhl-i Beyt barəsində bir dənə gözəl beyt yazacam, indiyə kimi heç kim onu düşünməyib. Hacı Təbərsi ağa düşdü yadıma, Allah onu rəhmət eləsin. Qəbirdə deyirlər, belə bir şey oxumuşam. Təfsiri, sonra Qurana təfsir yazır. Məcmuəl Bəyan təfsirini yazır. Həmçinin bu Əhlüsünnədən də var. Çox gözəl oldu bu məsələ. Bir nəfər Əhlüsünnənin böyük alimlərindən Şafii məzhəbdir. Şafiilərdəndir. İslamın 13-cü əsrində, İslam təqviminin 13-cü əsrdə yaşayıb, Misirdə yaşayıb və adı Mömin İbn Həsəndir. Yəni Mömin İbn Həsən kimi məşhurdur, böyük alimdir. Bunun gözündə xəstəlik yaranır. Gözü görmürmüş. Məşhurdur, bir dənə tayfanın yaşadığı bir kənd var, Misrin Qahirə ətrafındadır, Şiblənc adında bir yerdir. Həmən məntəqədəndir Mömin İbn Həsən. Adamın gözündə ciddi xəstəlik yaranır. Bu da Peyğəmbər Əhl-i Beytinə xüsusi sevgisi olan bir adam olur. Amma Əhlüsünnədəndir, Şafii məzhəbdir. Gəlir bir nəfər Nəfisə xatun var Misirdə. İmam Həsən əleyhissalamın nəvələrindəndir Nəfisə xatun. İmam Sadiq əleyhissalamın gəlinidir. Yəni İmam Sadiq əleyhissalamın bir İshaq adında oğlu olub. İshaqın xanımıdır Nəfisə xatun. Əbdüləzim Həsəni ki, Rey vilayətində dəfn olunub, onun nəvələrindəndir. Təsəvvür eləyin, o ilə eyni nəsəbdirlər Əbdüləzim Həsəni ilə. İmam Həsən nəvələrindəndir və İmam Sadiqin gəlinidir. Bir mübarəkə xanım olub, Misr əhlinin ona xüsusi bir diqqəti var. Bu gün də məqbərəsi ziyarət olunur. Bu Əhlüsünnə alimi Mömin İbn Həsən xəstələnir, gözündə zəifləmə yaranır. Bu da güclü tədqiqat adamıymış. Yazarmış, pozarmış. Bilirsiniz, elm adamı, tədqiqat adamı, onun ən böyük çətinliyi onda olur ki, o elmdən, təhqiqatdan ayrılsın. Onlar üçün çox çətin olur. Yəni, məsələn, şair bir şey yaratmayanda ona çətin olur. Yaradıcılıq olmayanda ona çətin olur. Məsələn, alim bir şey yazıb ortaya çıxartmayanda, xətib bir şey danışmayanda onda narahat olur. Bu narahat olur, deyir, bəs necə olacaq? Mənim bu gözüm günü-gündən zəifləyir. Necə olacaq? Mən bir şey yazmayacam, yaratmayacam. Durur, gəlir Nəfisə xatunu ziyarət eləyir. Nəfisə xatunu ziyarət eləyir, deyir ki, xanım, siz pak Əhl-i Beytdənsiz, Peyğəmbər balalarısınız. Mənim gözümün şifa tapmasına vasitəçilik eləyin. Mən sizə söz verirəm, 14 məsum haqqında kitab yazacam. 14 məsum haqqında kitab yazacam. Gəlir bir kitab yazır, adını qoyur Nurul Əbsar. Şifa tapdığına görə o zirənglik eləyir də, alimdir. İki tərəfə həm Nurul Əbsar bəsirət mənasını ifadə edir, həm də ki, mənim gözüm burada şifa tapdı, nuru bu qəbirdən aldım, Allahın lütfün buradan özümə kəsb elədim. Peyğəmbərin
14 məsum barədə həm peyğəmbər, həm peyğəmbər əhl-i-beyti barəsində və xüsusi İmam Əli əleyhissalam barəsində xüsusi vurğular eləyir orada. Sonra İmam Rızanı çox təkrim eləyir. Həmən kitabda İmam Rızaya xüsusi məhəbbət göstərir. Bunun da mənası budur. Yəni bu demək deyil. Müəllif Mömin İbn Həsən Şeblənci məsələn İmam Rızanı o birisi imamlardan çox istəyirmiş. Yox, elə deyil. O budur ki, İmam Rıza vəsl həlqəsidir. Belə bir söz var. Bəli. Yəni bizim məsələn Əhl-i-Beyt məktəbində görürsən bəzi adamlar Zeydidir, 4 imamlıdırlar. Vaqifiyyə var məsələn, 7 imamlı var, İsmailiyyə var filan. Bir də gəlir çatır peyğəmbərin 12 vəsisinin 12-sini də qəbul edənlər var. 12 imamlılar. İsna əşərilər 12 imamlılar. Təsəvvür edin ki, İmam Rızaya qədər ola bilər yolda kimlərsə qırılıb, 4 imamlı olub, 7 imamlı olub. Amma İmam Rızaya çatandan sonra da bizim 8 imamlı, 9 imamlı, 10 imamlı, 11 imamlı yoxumuzdur. İmam Rızadan sonra vəsl həlqəsidir. Bir nəfər İmam Rızanı tanıdısa 12 imamın 12-sini də tanıyıb deməkdir. Ona görə İmam Rıza ziyarəti xüsusi vurğulanıb bizim qədim mənbələrimizdə. Ona görə görsən adam İmam Rıza ziyarətinə gedəndə hiss eləyirsən ki, bura bir başqa yerdir. Hərəmin ab-havası bir başqa cürədir. Deyirlər, həm buna görədir ki, İmam Rıza vəsl həlqəsidir, həm də buna görədir ki, mərhum Şeyx Bəhayi də orada vird yazarmış, dua yazarmış. O hərəmin kərpiclərinə bir-bir dua oxuyarmış. Oradakı düzəldirmişlər, memarlığın Şeyx Bəhayinin göstərişi ilə eləyirmişlər. Orada gələrmiş, dua oxuyarmış. O duaların təsirindən həm İmam Rızanın pak vücudu, həm də şeyxin orada oxuduğu İmam Əhl-i-Beytdən olan duaların, virdlərin nəticəsində oranın bir ab-havası var. Həm də qədəm-qədəm kəşf olunur. Kəşf olunur adam üçün. Çox gözəl bir mənəvi ab-havası var oranın. Təsəvvür edin, o adam ki, Əhl-i-Sünnənin böyük alimidir, Şafii məzhəbdir, amma gəlir şifa tapır Əhl-i-Beyt qapısında və ona görə 14 məsum haqqında kitab yazır. Bunu niyə vurğulayıram? Vurğulayıram ki, Quranın Həl-Əta surəsi ki, xanım Zəhranın evində nazil olub, orada bizə nəzrin yolunu da öyrədir. Deyir, həmişə nəzr eləyəndə maddi tərəfi düşünməyin, bizim mənəvi nəzrlərimiz də var. Nəzr eləyin deyin, ilahiyyatda müəllimlər, məsələn, biri müəllimdir, nəsə öyrədir uşaqlara, nəzr eləsin, desin ki, bu instituta, universitetə hazırlaşan uşaqları mən bir ay bunlara pulsuz tədris eləyəcəm, filan müşkülüm həll olsun. Allahla əhd eləyə bilər belə. Eləyə bilər ki, məsələn, bir elm öyrətsin, nəzrin bu formada eləsin. Nəzr həmişə bu deyil ki, mən qurban kəsərəm, ehsan verərəm. O da var, bu da var. Deməli, xanım Zəhranın evi Darul Vəhyidir. Xanım Zəhranın evi vəhy evidir. Ora vəhy nazil olurdu və ora mələklər nazil olurdular. Xanım Zəhra salamullah əleyha ilə danışırdılar, mələklər enirdilər o evə. Məsələn, bizdə var ki, xanım Zəhra haqqında deyirlər, o mühəddəsədir. Mühəddisə demək deyil. İsmi məf'uldur mühəddəsə, ərəb qrammatikasında. Mühəddəsə odur ki, onu ilə danışırdılar. Bir var, o hədis nəql eləyir, bir də var, ona hədis nəql eləyirdilər. Bildiniz, yəni xanım Zəhraya Cəbrail gəlirdi, Allahın sözünü gətirirdi. Vəhy ünvanında deyil ha. Bəzi adamlar sonra sözümüzü götürüb deməsinlər, xanım Zəhraya Hacı Fariz deyirdi, xanım Zəhraya vəhy nazil olur. Xeyr, o deyil məsələ. Mühəddəsə budur ki, Cəbrail təskinlik üçün ona enirdi, danışırdı o ilə. Xanım Zəhra salamullah əleyhanə. Ona görə ona mühəddəsə deyirdilər. Və həmçinin xanım Zəhra salamullah əleyhanın evi tərbiyyət evi idi. Ən önəmli məsələ budur. Yəni, bu barədə əgər zaman ayrılsa, vaxt ayrılsa, verilişlər çəkilsə, xanım Zəhranın evinin tərbiyyət evi olmaq barəsində, xüsusilə bugünkü zamanda. O evdə İmam Həsən böyüyüb. O evdə İmam Hüseyn böyüyüb. O evdə Zeynəb dünyaya gəlib. Yəni, əgər bugün ailə əleyhinə ki, dünyada hücum başlayıb, 20 il bundan qabaq böyük Amerikalı alimlərdən biri yazırdı ki, kitab yazıb ailə əleyhinə müharibə. 20 il qabaq deyirdi ki, dünyada ailə əleyhinə bir müharibə başlanılıb. İstəyirlər ki, ailələri dağıtsınlar, ailə təməlləri aradan geçsin. İndi bugün biz Əhl-i-Beyti tanıyanda görürük ki, orada bir ailə prinsipi var, bir ailə məsələsi var. Əli əleyhissalam, xanım Zəhra salamullah əleyhaya deyir ki, səndən güc alıram. Xanım Zəhra salamullah əleyha ona deyir ki, sənə itaat eləmək məqamımı yüksəldir. Təsəvvür edin, bir ailədə bu problemlər yoxdursa,
o ailənin təməli heç vaxt sarsılmaz, heç vaxt aradan getməz. O ailədə təbii də Həsən kimi, Hüseyn kimi, Zeynəb kimi övladlar dünyaya gələcək. Bu gün dünyada mən bir araşdırma eləyirdim. Təsəvvür edin, dünya bir hala gəlir, gətirilir yavaş-yavaş. Bir vəziyyətə gətirilir, çıxardılır. İnsanlar dindən qaçırlar. Filan dindar belədir, dinin bu qaydası belədir. Dindən yavaş-yavaş uzaqlaşırlar. Deməli, dünya səviyyəsində bəşər qarşısına qoyub məqsədi şeytana itaət eləyəcəm və Allahla mübarizə aparacam. Dünya bu tərəfə, bu istiqamətə gedir. Dindən mübarizə, bütün dünyada. Ondan sonra onu qoyurlar kənara. Dinin insanlara bəxş elədiyi məsələlərlə mübarizə aparırlar. Məsələn, din insanlara deyir, ailə bu formada olmalıdır. Dəyərlər. Məsələn, ailə dəyəri belə olmalıdır. Kişinin yeri ailədə budur, qadının yeri budur, övladın yeri budur, uşağın yeri budur, nəvənin yeri budur. Hamısını deyir, din bizə bunları öyrədir. Görürsən, bunlarla mübarizə gedir. Ailə və dini dəyərlərlə mübarizə gedir. Bütün dünyada. İndi bunlar qalıb bir tərəfə. Bunu bir qism başa düşüblər və bir qismdə bunu başa düşməyiblər, böyük kütlə bunu başa düşməyib və buna müvəffəq olublar artıq dünya səviyyəsində. Görürsən, insanlar dinə meyl eləmir, ailə dəyərləri, hətta İslam ölkələrində, qabaqcıl İslam ölkələrində ailə dəyərləri yavaş-yavaş solur, sarsılır. İstəyirlər buna müvəffəqiyyət qazansınlar. İndi mən diqqət edirəm son zamanlar, insani keyfiyyətlərlə mübarizə aparılır. Dünya səviyyəsində. Məsələn, deyirəm, bir nəfər küçədə yıxılıbsa, hamı deyir, ona köməklik eləmək lazımdır. İnkişaf eləmiş müasir dünya dövlətlərində yıxılan adama köməyə az adam gəlir. Misal deyirəm, bəzi inkişaf eləmiş dünya dövlətləri var, orada cavan adam, yaşlı adama yer verəndə o pis başa düşür onu. Artıq o dəyər yerin dəyişib. Bu insani keyfiyyət daxil, mən cavanam, mən ayaq üstə dura bilərəm, yaşlıya yer verim. Onu qəbul eləmir. O deyir ki, sən mənə yaşlanmış görürsən. O üçün bir incəlik tapıblar da. İncəlik tapıb o dəyəri aradan aparmaq üçün oradan istəyirlər daxil olsunlar. İstəyirlər oradan insanın beynini təmizləsinlər, yusunlar. Cavan yaşlıya nisbətdə əlbəttə bu cavandır. Əlbəttə bu ayaq üstə dura bilər, o oturmalıdır, bu onu ehtiram eləməlidir. Bu ehtiramlar insani keyfiyyətdir. Yəni, daxilimizdən gələn bir keyfiyyət. Mən buna baxıram, deyirəm, artıq məsələn, dinlə mübarizə getdi, dini dəyərlərlə, ailə ilə, filanla, hamısı ilə dünya səviyyəsində. Bunlar oldu, indi insanla olur, insan. İstəyirlər, məsələn, səndə mərhəmət duyğusu olmasın. Artıq sən bir halda olasan ki, nə olsun, mənə nə var, mənim qonşum çətinlikdə olsun, məsələn, biri küçədə çətinlikdədirsə, tam surətdə insanın daxilindən gələn istəklərin əleyhinə. İndi sən xanım Zəhra Salamullah əleyhanın evin tanıyanda başa düşürsən, orada bir dənə övlad tərbiyə olunub. O övladda isar və fədakarlıq ruhiyyəsi var. Bu fədakarlıq bütün məsələlərin təməl prinsipidir. Məsələn, İmam Həsən əleyhissalam 3 dəfə öz malın bölüb insanlarla. Hələ 2 dəfə bütün malın verib, o ilə işim yoxdur. Hələ burasını deyirəm, 3 dəfə bu adamın nəyi var həyatında, 3 dəfə bunu kasıblarla bölüb. Yəni, adamın həyatında 10 manat pulu olubsa, onun 10 manat bütün varlığı da tək pulu deyil, evi, eşi, onları yarı bölüb kasıblarla. Təsəvvür edin, o ailədə birdən belə fədakar uşaq böyüyüb. İmam Həsən əleyhissalam ki, ona deyirlər Əhl-i Beytin Kərimi. O xanım Zəhranın evində, həmin o beytində ki, Allah Nur surəsində buyurur. O beytin bərəkətində Nur surəsində buyurur ki, o beyti biz yüksəltmişik, ucaldmışıq. O xanım Zəhranın evidir, ucaldılan ev Allah tərəfindən. Ucaldılıb bu ev. Orada İmam Həsən kimi bir fədakar oğul böyüyüb. Xanım Zeynəb kimi bir fədakar xanım böyüyüb. Təsəvvür edin, mən düşünürəm, ailələrdə olan problemlər əgər İki tərəfdən biri fədakarlıq eləyərsə problem qalarmı? Heç vaxtı qalmaz. Nə kişi fədakarlıq eləmir, nə qadın fədakarlıq eləmir. Məsələlər, sıxıntılar buradan başlayır. Müasir ailələrin dağılmasının ən önəmli səbəbi budur. Sıxıntılar buradan başlayır ki, məndə keçəcək yoxdur, fədakarlıq yoxdur. Mən niyə özümü fəda eləməliyəm? Amma baxırsan Əhl-i Beytin həyatına, görürsən ki, orada bir fədakarlıq var. İslamda ümumiyyətlə bu fədakarlıq var. Qərb dünyasında, mən fəlsəfə ixtisasımızda araşdırıram, mən sosioloji, fəlsəfi araşdırmalarda görürəm bəzi dini terminlər, bu şərq dünyasının, İslam dünyasının, İslamın yaratdığı dini terminlər var. Bu dini terminlər orada anlaşılmır.
Məsələn, sən fədakarlığı onlara başa sala bilmirsən. Bəzən görürsən, sən çətinliyi öz öhdəvə götürürsən. Müasir psixologiyada deyirlər ki, bu insanda bir xəstəlikdir, özün yükləmək xəstəliyi. Çox mən təəccüblənirəm bu məsələlərə. İslam bunun adını qoyur fədakarlıq. Ailədə bir nəfər özünü fəda eləyir hamısını xoşbəxt eləmək üçün. Çalışır, iş güclə, sarsıntı ilə, qəm-qüssə ilə, çətinliklə istəyir bu karvanı öz arxası ilə çəksin, bir məqsədə çatdırsın. Bir İslam psixologiyası budur, fədakarlıq ruhiyyəsi. Qarşı tərəfdə bir dənə psixologiya var, müasir psixologiya. Deyir o adamlar ki, özlərini fəda eləyirlər kimlərəsə görə, başqalarına görə, vaxtlarından keçirlər. Onu özlərində bir xəstəlik kimi, o adamın bir xəstəliyi kimi, psixoloji xəstəliyi var deyir adamın. Bir psixoloji xəstəlikdir. Adam özün istəyir ki, əziyyət çəkmək istəyir, özünə əziyyət vermək istəyir. Bir var insanda bu xüsusiyyət var. Məqsəd maraqlı deyil onlara. Qətiyyən. Yəni məsələn kimsə kimisə başqasına əziyyət eləyirsə, orada bir xəstəlik var da, o başqasının əziyyətindən ləzzət almaq bu xəstəlik. Bunlar da insanın özü ki götürürsən bunu ora qoşurlar. Qətiyyən bu məsələlər bir-birinə aid deyil. Burada bir isar və fədakarlıq var, bir nəticə var, bir toplumsallıq var. İnsanın cəmiyyəti düşünməsi var. Cəmiyyəti və insan başqalarının xoşbəxtliyindən zövq almaq hissi var. Sən kimisə sevindirirsən, onun sevincindən sevinirsən. O sevinməyin özü sənə endorfin artırır, sənin xoşbəxtliyini çoxaldır, sənin o mutluluq hormonunu yüksəldir. Yəni bu tək bu deyil ki, sən ancaq özün ləzzət ala biləsən. Kimisə sevindirirsən, kiməsə ləzzət bəxş edirsən, kiməsə zövq bəxş edirsən, kimisə həyatını gözəlləşdirirsən. Orada artıq onun gözəlliyindən sənə də bir zövq Allah gəlir. Nizami Gəncəvini rəhmət eləsin. Bir misrası var, buyurur ki, xidməti kərdən sifəti adəmist. Xidmət eləmək insanlıq sifətidir. Yəni ümumiyyətlə insanın insanlıq sifəti ilə xidmət eləmək. Mütləq surətdə. Peyğəmbər sallallahu əleyhi və səlləm də buyururdu: "Seyyidul qavm xadimuhu." Qövmün ağası ona xidmət eləyəndir. Kim xidmət eləyirsə, həmin ailənin ağası odur. Kim daha çox xidmət eləyirsə, o qövmün ağası odur. Baxırsan xanım Zəhra sallallahu əleyhanın evində bu tərbiyə usulu bu formada özünü göstərir. Bir dənə övlad cəmiyyətə təqdim eləyiblər, isar, fədakarlıq nümunəsi, üsvəsi, ülgüsü, örnəyi bütün bəşəriyyət üçün. Baxsınlar adam öz varın, dövlətin yoxsullarla 3 dəfə bölür. Gör nə boyda bir şəxsiyyət. Harda yetişib? Həmən o evdə, xanım Zəhra evində. O evin qapısına Peyğəmbər sallallahu əleyhi və səlləm salam verirdi. O evin hörmətin Peyğəmbər sallallahu əleyhi saxlayırdı. Hətta mən bir dənə hədis görmüşəm. Əbu Bəkr ibn Əbi Quhafə sevgili Peyğəmbərimizlə bir yerdə olanda Nur surəsinin ayəsi haqqındakı danışılırdı. Sevgili Peyğəmbərimizdən soruşur ki, xanım Zəhranın evi o evlərdəndir ki, yəni Əli və Zəhranın evi. Bilirsiniz, o Hucurat surəsi də o evlər barəsində nazil olub. Oradakı hücrələrə böldülər sevgili Peyğəmbərimizin məscidinin ətrafında olan evləri. Orada Hucurat surəsi sırf o evlərdən danışır. Yəni xanım Zəhranın evindən danışır. O evdən danışanda sevgili Peyğəmbərimiz bu ayə barəsində danışanda Əbu Bəkr ibn Əbi Quhafə soruşur ki, bəs xanım Zəhra və Əlinin evi də o evlərdəndir ki, Allah onları ucaldıb. O ayəyə daxildir. Peyğəmbər buyurdu, bəli, nəam, bəli, bəl əzamuha, bəlkə o evlərin ən böyüklərindəndir. Nə boyda sözdür, yəni ən üstünlərindəndir. O evlər ki, Allah onları böyüdüb, o böyüdülənlərin içində ən böyüklərindən biri xanım Zəhranın evidir. Xanım Zəhra sallallahu əleyhanın evi təkcə Beytul Əhsan deyil, ora Darul Vəhyidir, ora Daruduxulul Mələikədir. Ora Darussalamdır, ora Əlinin Darut Tərbiyədir, tərbiyə evidir. Əgər biz o evi inşallah gələn verilişlərdə də bir vaxt olsa, Allahın izni ilə biz davam eləyərik bu evin barəsində Allahın köməkliyi ilə. Dəyərli kəlamlardır Həzrət, çox sağ olun. Nə yaxşı ki bu mövzunu qurduq, nə yaxşı ki bu görsənməyən tərəflərə də işarələr elədiniz. Açıqladınız. Allah sizin elinizə bərəkət versin Hacı. Təşəkkür Allah edirəm. sizdən razı olsun. Elə mən dua eləyərəm bir dənə bir cümlə ilə bu verilişimizi yekunlaşdıranda o ki sizin bu beytinizdə əlimi daməni Zəhradan ayırma ya Rəbb. Mən bütün İslam ümmətinin adından
deyirəm, ilahi, əlimizi Zəhranın ətəyindən ayırma, Amin, amin. əlimizi Daməni Zəhradan ayırma, ya Rəbb. Amin ya Rabbil aləmin. Hacı çox sağ olun, təşəkkür edirik. Var olasın inşallah. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Gələn görüşlərə qədər inşallah. Sağ salamat qalın.